Salam aleykum. Aleykümselam. Maşallah bu gün səni yaxşı görürəm. Həm də 17-ci ayımdır. Bu münasibətlə səni təbrik edirəm. Əbədi olsun inşallah. Minnətdaram. Deməli, mənə bir dəfə maraqlı bir hadisə danışmışdım bura gəlməyinlə bağlı. Onu istəyərdim izləyicilərlə də bölüşəsən. Əvvəla hamıya salam. Maşallah gününüz olsun Əli müəllim. Düzdür, çox maraqlı bir hadisə baş verdi. Deməli, istifadənin diblərini yaşayırdım. Çox bərbad günümdə idim. Bir dənə sınıq salxaq telefonum var idi. TikToka baxırdım. Deməli, orada 12 addım reabilitasiya mərkəzinin səhifəsi çıxdı qabağıma. Vüqar müəllimin deməli sağalmaya gəlməyi idi. Çəkilişi idi. Nail müəllim çəkirdi. Deməli, Vüqar qardaşımız dünya çempionumuzdur, fəxrimizdir. Ona görə fokuslandım, qaldım o səhifədə. Maraqlı oldu da mənə. Çəkilişin axırında Nail qardaşımız kameranı yönləndirdi Əkbər müəllimin üstünə. Əkbər müəllim də mənim müəllim uşağım olub, dostum olub. Mən də oradan səhifədən götürdüm nömrəni, gəldim sağalmaya. Əkbər müəllim mənim böyük motivasiyam oldu bugünkü gün. Bu günləri mənim 17 ayımdır. Mən xoşdur burada sizinlə olmaq. Minnətdaram hamınıza, çox sağ olun. Yəni bu Allahın bir işarəsi idi. İşarəsi idi, bəli, bəli. Maşallah olsun, əbədi olsun inşallah. Çox sağ olun. Minnətdaram sizə. Çox sağ olun. Sağ olun.